Sumqayıt şəhər İcra Hakimiyyətinin dəstəyi, Abşeron Xızı Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Sumqayıt Gənclər Paytaxtı 2025-ci il çərçivəsində 1-ci Sumqayıt Gənclik Marafonu təşkil olunub. Marafon şəhərin gəncləri arasında idmana marağı artırmaq, sağlam həyat tərzini təbliğ etmək və gənclərin birliyini nümayiş etdirmək məqsədi daşıyıb. 150 nəfərin iştirak etdiyi marafon gərgin və həyəcanlı mübarizə şəraitində keçib. Tədbirin rəsmi hissəsində əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Ardınca vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Tədbirdə çıxış edən Abşeron Xızı Regional Gənclər və İdman İdarəsinin rəisi Telman Kərimov qeyd edib ki, bu kimi marafonlar gənclər arasında sağlam rəqabət mühitinin yaranmasına xidmət edir. Marafon yalnız bir yarış deyil, həm də dostluq, birlik və ruh yüksəkliyinin təcəssümüdür. Biz gənclərin həm fiziki, həm də sosial baxımdan inkişaf etməsini dəstəkləyirik və bu istiqamətdə tədbirlərimiz davam edəcək deyə o çıxışında bildirib. Sumqayıt şəhər İcra Hakimiyyətinin əməkdaşı Fərman Kazımov gənclərə müraciət edərək bildirib ki, bu kimi tədbirlər gənclərin həm fiziki, həm də mənəvi cəhətdən inkişafına töhfə verir. Ənənəvi marafon qaydalarına uyğun olaraq yarışın sonunda finiş xəttini birinci keçən iştirakçılar xüsusi olaraq mükafatlandırılıb. Qaliblər sırasında müxtəlif yaş kateqoriyalarında fərqlənmiş gənclər yer alıb. Mükafatlandırma mərasimi zamanı iştirakçılar və tamaşaçılar böyük coşqu ilə qalibləri alqışlayıb. Tədbirin sonunda təşkilatçılar bu cür marafonların hər il keçirilməsi üçün təşəbbüs göstəriləcəyini bildirib. İştirak edən bütün gənclərə uğurlar arzulanıb. Şəmistan Fikrətli, Elbrus İsmailov, Bugün informasiya proqramı üçün.